günləri həmkarım şairə Ulduz Sərdar qızının ata haqqında yazdığı şeirini səsləndirəcəm. Şairə sanki duyan qəlbim hissim için şeiri yazıb. Mən şeiri oxudum, duyğulandım. Atam vaxtsız dünyasını dəyişib. Düzdür, bu dünyaya gələn bir gün bu dünyadan gedəcəkdir. Tanrı bütün dünyadan köçən atalara rəhmət etsin, qalanlara can sağlığı versin. Şeir doğrudan da möhtəşəmdir. Şairə yazır, mən sənin haqqını necə ödəyim, fəxrim, fəxarətim, fərəhim atam. Köksümdə çırpınan, vuran ürəksən, doğruluq, düzgünlük məktəbim atam. Haqqı ödənməzdir alın tərinin, halal zəhmətinin, duz çörəyinin. Nə yorğun gecələr, nə gündüzlərin, səcdəm, qibləgahım, pənahım atam. Acizdir sözlər də, kəlimələr də, dəyməz bir gününə minlər cövhər də. Duamsan dilimdə, axşam, səhər də, cənnətim, cahanım, dünyamsan atam. Sən öz kölgən ilə mənə dayaqsan, zülmət gecələrdə yanan çıraqsan, ən uca zirvəsən, ən uca dağsan, müqəddəs ocağım, pirimsən atam. Sağ ol.